Uşaqlar, indi isə üçüncü başlığımızdan tanış oluruq. Elektromaqnit induksiya qanunu. Nədir bu elektromaqnit induksiya qanunu? Biz dedik ki, qapalı konturdan əgər keçən maqnit seyri dəyişərsə, burada induksiya cərəyanı yaranacaq. Uşaqlar, cərəyan yaranırsa, əgər biz dövrədən danışırıqsa, dövrənin ümumi bir gərginliyi olmalıdır. Biz demişdik ki, tam dövrə üçün gərginliyi nə ifadə edirdik? Elektrik hərəkət qüvvəsini ifadə edirdik. Qapalı konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi nədən asılıdır? Bu konturdan keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasib asılıdır. Maqnit selinin dəyişmə sürəti delta fi bölünsün delta t'dir. Bu zaman yazarıq ki, induksiya elektrik hərəkət qüvvəsi bərabərdir delta fi bölünsün delta t'yə. Burada uşaqlar bir daha da qeyd edeyim. Delta fi bölünsün delta t maqnit selinin dəyişmə sürətidir. Uşaqlar, epsilonu biz U ilə əlaqələndirirdik həmişə. Gərginlik rol oynayırdılar. Ona görə də gərginliyin vahidi volt olduğu kimi epsilonumuzun da vahidi voltdur. Bu zaman biz epsilon üçün əgər vahidi yazsaq, V1 bölünsün saniyə yazmış ola bilərik. Uşaqlar, əgər 1 dolaqdan söhbət gedirsə, delta fi bölünsün delta t yazırıq. En sayda dolaqdan söhbət gedirsə, artıq delta fi bölü delta t-ni enə vurmağa məcburuq. Uşaqlar, maraqlı gələ bilər ki, buradakı mənfi işarəsinin səbəbi nədir? Mənfinin səbəbini isə bir sonraki başlıqlarda izah edəcəm. Bundan əlavə, uşaqlar, modulda əgər delta fi bölünsün delta t yazarıqsa, bu zaman epsilonun asıllığı birinci, üçüncü rövdən keçəcək. Sadəcə delta fi bölünsün delta t yazsaq, mənfi olduğuna görə ikinci və dördüncü rövlərdən keçmiş olacaq. Uşaqlar, bundan əlavə nəyə baxaq? Biz ümumiyyətlə bilirdik ki, hansısa bir dəyişimin zamana nisbəti bərabər olan kəmiyyətdə biz artıq burada nəyi tapa bilərdik? Biz burada törəmə ala bilərdik. Məsələn, bu nəyə oxşuyur? Biz yazırdıq. V bərabərdir S bölünsün T. Yolun dəyişməsinin zamana nisbəti. Biz deyirdik ki, bu zaman S-dən törəmə alsaq, nəyi alarıq? V-ni alarıq. Eyni şəkildə burada da əgər delta fi-dən biz törəmə alsaq, epsilonu almış olarıq. Gəl indi ona baxaq. Delta fi-nin mənfi törəməsi, zamana görə törəməsi bizə epsilonu verir. Sadəcə olaraq bu mənfi işarəsini burada diqqətə almaq vacibdir. Uşaqlar, baxaq burada. Əgər fi-nin zamandan asılılığı sabit asıllıq olarsa, bu zaman epsilonumuz törəmə alanda sıfıra bərabər olacaq. Fərqi yox. Qrafikimiz düz xətli olarsa, düz xəttdə yuxarı doğru düz xəttimizdə aşağıda olacaq, T oxundan aşağıda sabit olacaq. Aşağı doğru düz xəttimizdə isə T oxundan yuxarıda mənfi olduğuna görə sabit asıllığımız olacaq. İndi isə baxaq kvadratik asıllığa. Biz bilirik ki, kvadratik asıllıq əgər S-in qrafiki kvadratik olurdusa, V-nin qrafiki bu zaman necə olurdu? V-nin qrafiki isə düz xəttimiz olurdu. Lakin burada mənfi işarəsi olduğuna görə birinci qrafik əgər belə yuxarı doğrudursa, V-nin qrafiki aşağı doğru olacaq. Aşağı doğru olduqda isə artıq T oxundan yuxarıda düz xətt kimi qeyd edirik.